Əldə etdiyimiz nəticə heyrətamizdir. Un sənə bir usul göstərəcəm. Ərəb ənənəsinə əsaslanan bir metodu bərpa edəcəyik ki, bu usulla nəzəri cəhətdən mümkün olmayan yerlərdə stilləri kökləndirə biləcəyik. Əvvəllər bunu səhradan gətirilmiş qumla doldurulmuş gil kuplərdə və kiçik desiklərlə edirdilər ki, bu da tərəvəz və ətirli bitkiləri ən çətin şəraitdə çoxaltmağa imkan verirdi. Bu gün sənə həmin sistemin müasir, sadə və ev şəraitində hazırlanan versiyasını göstərəcəm ki, sən də addım-addım bunu edə biləsən. Ona görə də diqqətlə izləyib hər şeyi tam olaraq qeyd et, çünki indi başlayırıq. O usul üçün bizə çox az şey lazım olacaq və hamısını asanlıqla tapmaq mümkündür. İlk növbədə 8 litrlik şəffaf bir butulka lazımdır. Həmçinin qumdan istifadə edəcəyik. Ən yaxşısı çay qumudur, amma dəniz qumu, tikinti qumu və ya hətta su filtrasiyası üçün istifadə olunan qum da isə yarayır. Qumu yaxşıca yuyub, bir neçə dəfə duruladıktan sonra su mümkün qədər təmiz çıxana qədər istifadə edə bilərik. Bundan əlavə 3% və ya 10 həcmli hidrogen peroksidə ehtiyacımız olacaq. Həmçinin butulkada kəsiklər etmək üçün bil kəsici və ya iti bıçaq və əlbəttə ki, stillər lazımdır. Bu dəfə limon, zeytun və rozmarinlə işləyəcəyik və hər birindən 9 ədəd kəsəcəyik. Amma unutma ki, bu usul demək olar ki, istənilən bitkini çoxaltmaq və ya klonlamaq üçün işləyir. Gəlin stillərimizi hazırlayaq. 27 stil seçirik. 9 limon, 9 zeytun və 9 rozmarin. Hər bir stil orta vəziyyətdə olmalıdır. Nə çox cavan, nə də çox oduncaqlı. Hər birinin alt hissəsini yaxşıca təmizləyirik, yarpaqları və ya kiçik budaqları çıxarırıq ki, torpağa bastırılacaq hissə tamamilə acıq qalsın. İndi isə həmin alt hissəyə təbii aloe vera pulpası çəkirik. Aloe təbii kokatma hormonları, rütubət, antibakterial qoruma verir və stillərin güclü şəkildə kök atmasına çox kömək edir. Sonra həmin hissəni uyudulmuş darçına batırırıq. Darçın təbii antibakterial və antifungal vasitədir, qobənə inkişafının qarşısını alır və stili ilk həftələrində qoruyur. Və unutma, bütün addımları məhz izah etdiyim kimi ardıcıllıqla yerinə yetir, çünki hər hansı birini otursan, nəticə eyni olmayacaq. Videonu tam izləməyini tövsiyə edirəm ki, hər şeyi mənim etdiyim kimi dəqiq təkrarlaya biləsən. İndi isə suvarma suyunu hazırlayacağıq, bu su propagatordakı bütün qumu nəmləndirəcək. 1 litr su üçün hidrogen peroksidi belə istifadə edirik. Əgər sənin hidrogen peroksidin 3% və ya 10 həcmli volumdursa, tam 1 çay qaşığı əlavə edirik. Əgər 20 həcmli və ya təxminən 6%dirsə, yarım çay qaşığı istifadə edirik. Əgər 40 həcmli və ya daha çoxdursa, ucuda 1 çay qaşığı, yəni demək olar ki, bir neçə damcı əlavə edirik. Bu qarışıq təkcə qumu nəmləndirmir, həm də onu dezinfeksiya edir, mühiti oksigenləşdirir və göbələklərin yaranmasını qarşısını alır. Bu isə salamların curumlaması üçün əsas şərtdir. İndi isə gəlin butulkanı hazırlarıq. Butulkanı sağquli vəziyyətdə qoyuruq və təxminən 80%-nə qədər qum doldururuq. Yuxarıda qalan 20% boşluq çox vacibdir, çünki ora suvarma suyunu əlavə edəcəyik. Butulkanı düzgün səviyyəyə qədər doldurduqdan sonra hazırladığımız 1 litr və ya 1,5 litr suyun hamısını üstünə tokuruq. Birbaşa yuxarıdan, qapaqsız şəkildə əlavə edirik və indi butulkanı acıq qoyub, səbirli şəkildə bütün suyun qumdan süzülməsini gözləyirik. Qum suyu tədricən özünü çəkəcək və nəmlik yuxarıdan aşağıya qədər bərabər şəkildə yayılacaq. Yalnız suyun tamamilə süzüldüyünü və bütün qumun nəm və ideal vəziyyətdə olduğunu gördükdə, məhz o zaman yan tərəflərdə desiklər açmağa başlayırıq. O çox vacibdir. Əvvəlcə nəmləndirilir, sonra desiklər açılır. Əgər əvvəlcədən desik açsaq, su itirəcəyik və qum yaxşı nəmlənməyəcək. İndi isə qum düzgün şəkildə nəmləndirildikdən sonra markerlə hər bir stilin yerləşəcəyi nöqtələri isarələyirik. Onları butulkanın hər tərəfinə paylayırıq ki, çox sıx olmasınlar və hər birinin öz yeri olsun. İndi isə iti bir bıçaq və ya qayçı ilə hər bir isarənin üzərində çarpaz kəsiklər edirik. Çarpaz kəsik idealdır, çünki qumun tökülməsinə imkan vermir, qövdənin qalınlığına çox yaxşı uyğunlaşır və hər şeyi sabit saxlayır. Əgər stil nazikdirsə, məsələn rozmarin kimi, kiçik bir çarpaz kəsik edirik. Əgər daha qalındısa, məsələn limon və ya zeytun kimi, biraz daha böyük çarpaz kəsik edirik, amma həmişə nisbətli şəkildə. Və əgər hər hansı bir səbəbdən kəsiyin çox böyük alınıbsa, çarpazın içinə kiçik bir pambıq parçası qoya bilərsən. Bu, qumun tökülməsinin qarşısını alır və problemsiz davam edə bilərsən. Çarpaz kəsiklər hazır olduqda stilləri yerləşdiririk.
Onları ehtiyatla qumun içində təxminən 34 sm dərinliyə qədər yerləşdiririk. Bu dərinlik stillərin möhkəm dayanması və problemsiz kok atması üçün idealdır. İndi isə çox sadə bir təbii qoruyucu hazırlayacağıq. 1 litr suya 1 cimdik uyudulmuş darçın əlavə edirik, yaxşıca qarışdırırıq, incə bir parça və ya qəhvə filtri ilə suzuruq və qarışığı ciləyiciyə dolduruq. Hər 3-4 gündən bir stilləri coldan ciləyirik ki, göbələk və bakteriyalardan qorunsunlar. Sonra bütün butulkanı şəffaf və ya ağ bir torba ilə örtürük. O, yumsaq bir istixana effekti yaradaraq nisbi rütubəti yüksək saxlayır. Əgər bunu etməsək, stillər susuzlaşır və kok atmır. İndi propagator yaxşı isıq olan, amma birbaşa günəş olmayan və ən əsası külək olmayan bir yerə qoyuruq. Külək torbanı tərpədir, stillərə dəyir və onların kok atmasına mane ola bilər. Hər 3-4 gündən bir torbanı açırıq, havanı dəyişirik və lazım olsa qoruyucu məhlulu yenidən tətbiq edirik. Əgər hər hansı bir vaxtda qum quruyarsa, bu nadir hallarda baş verir, sadəcə olaraq əvvəlcədən hazırlanmış sudan biraz əlavə edirik ki, butulka yenidən təbii rütubətini bərpa etsin. Əgər bunu ən uyğun vaxtda, ay fazlasına görə etmək istəyirsənsə, burada sənə düzgün istinad nöqtəsini göstərirəm. Stillə işləyəndə 2 vacib hissə var. Yerüstü hissə, yəni qovda və yeraltı hissə, yəni köklər. Artan ay fazası yerüstü hissəni, qovdələri, yarpaqları və sirənin yuxarıya doğru hərəkətini təsviq edir. Amma burada istədiyimiz odur ki, bütün enerji aşağı hissədə, kok atmada cəmlənsin, ona görə də stil etmək üçün ən yaxşı vaxt azalan ay fazasıdır. Azalan ay fazasında sirə aşağıya doğru hərəkət edir, daha çox bazada toplanır və bu da stilin yeni köklər yaratmasını daha sürətli və güclü edir. Və indi prosesin ən həyəcanlı hissələrindən biri gəlir. Təxminən 6 həftə sonra görəcəksiniz ki, stillər möhkəmdir, tərpənmir və hətta butulkanın plastik hissəsinə yapışmış ağ köklər görünür. O deməkdir ki, onlar düzgün şəkildə kok atıblar. Onları çıxarmaq üçün stilləri dartmayacağıq. Bunu mümkün qədər təhlükəsiz şəkildə edəcəyik. Butulkanın yuxarı hissəsində dairəvi bir kəsik edəcəyik ki, onu açacaq və sonra butulkanın qovdəsi boyunca bir neçə sağquli kəsik aparacağıq. Bu usulla plastik hissəni hissə-hissə aça bilərik və hər vəclə stillərə zərər verməkdən qaçmış olarıq və artıq son addım stillərimizin qumunu təmizləmək olacaq. Nəhayət 9 limon, 9 zeytun və 9 rozmarin stilimiz olacaq. Hamısı da mükəmməl şəkildə kök atmış vəziyyətdə. Əgər bu usul səni təəccübləndirdisə və ya ilham verdisə, bir like qoy və abunə ol, çünki hələ çox qədim, qəribə və super effektiv texnikalar gələcək, hansıları ki demək olar heç kim bilmir. Və səhvlərdə mənə yaz. Növbəti videoda hansı bitkini çoxaltmamızı istəyirsən? Sənin ideyan burada növbəti dəfə görünə bilər. Görüşərik!